Eyler Akademinin təşkil etdiyi 9-cu sinif buraxılış sınav imtahanı. İlk 4 sualımız dinləmə. Dinləmə mətnini dinləməmişdən əvvəl suallarımıza fikir veririk. Açar sözlərimizə. Açar sözlərimiz nələrdən ibarətdir? Sifətlərə, zərflərə, kəmiyyət göstəricilərinə, məkan varsa məkanlara fikir veririk. Ən çox dəyişilənlər onlardır. Və cəhət varsa cəhətlərə. Burada sifətlərə daha çox fikir verəcəyik. Altından xətt çəkirsiniz və yaxud da haşiyəyə alırsınız. Deməli, birinci sualda şərtləri də oxuyuruq. Nə lazımdır, nə istəyir bizdən? Choose a correct answer to the question according to the passage. Mətnə görə, mətnə əsasən suala cavab verməliyik. Sualımız nədir? Why xüsusi sualıdır. Niyə? Yəni, səbəbini soruşur. Why did people initially like the first postcard? İlk açıqcalar bəyənilib ilk başlarda. Səbəbini soruşur ki, insanlar niyə bəyənib? Initially başlanğıcda, başda. Və burada like the first postcard sözlərindən əvvəl və yaxud da sonraki ifadələrə fikir verəcəksiniz ki, aşağıdakı variantlardan hansıdır? Keçirik ikinci suala. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlamalıyıq. During the early 20th century postcards 20-ci əsrin əvvəllərində, yəni 20-ci əsrin əvvəllərində açıqçalar ardını tapmalıyıq ki, nə deyir bizdən? What is the passage mainly about? Üçüncü sualda mətn haqqındadır, yəni mətni haqqındadır. Dördüncü sualda isə decide whether the statements are true or false. Qərar verin, fikirlər doğrudur yoxsa yanlışdır. Burada nəyə fikir verəcəyik? Postcards are small. Small kiçik hissələri small mu deyir, yoxsa big mi deyir, huge mu? Onlara fikir verəcəksiniz. Yəni antonimini deyə bilər. Və yaxud da ki, that people said inside an envelope. Zərfin içindəmi, yoxsa zərflə birlikdəmi, zərfsizmi verilir? Bunlara fikir verəcəksiniz. İkincidə, we can see images of popular buildings on some postcards. Building yerinə başqa bir şey deyə bilər. Some'ı dəyişə bilər. Postcards that showed important moments from the past. Pastı dəyişə bilər orada. Became useful for researchers və yaxud da olduğu kimi deyə bilər. Nowadays, postcards are not used because of modern communication methods. Burada inkarlıq bildirir, təsdiq də verilə bilər dinləmədə. Fikir verəcəyik bunların hər birinə. İndi isə dinləməni qoşuram və dinləyirik. 9-cu sinif. İlk cümləsinə fikir verirsiniz. Postcards are small pieces of card that people send without an envelope. They usually have a picture on one side and a short message on the other. The first postcard was sent in Austria in 1869. At that time, it was a simple card without any picture. People liked it because it was cheaper and faster to send than a letter. Soon after, postcards with beautiful images of cities, mountains, or famous buildings appeared. They quickly became a popular way to share travel experiences. During the early 20th century, postcards were collected by many people as souvenirs or as a hobby. Some postcards even showed historical events and became valuable for researchers. Although modern technology has changed the way we communicate, postcards still remain a symbol of personal connection and travel memories. Первого по шестое. Талабзаде Абдулла Мустафа. Postcards are small pieces of card that people send without an envelope. They usually have a picture on one side and a short message on the other. The first postcard was sent in Austria in 1869. At that time, it was a simple card without any picture. People liked it because it was cheaper and faster to send than a letter. Soon after, postcards with beautiful images of cities, mountains, or famous buildings appeared. They quickly became a popular way to share travel experiences. During the early 20th century, postcards were collected by many people as souvenirs or as a hobby. Some postcards even showed historical events and became valuable for researchers. Although modern technology has changed the way we communicate, postcards still remain a symbol of personal connection and travel memories.
11-ci siniflər üçün rus dilindən dinləmə mətni. Mətni diqqət Burada still remain deyir, yəni hələ də qalıb, amma 4-cü sualın 4-cüsündə deyir ki, nowadays postcards are not used because of modern communication methods. Bu yanlışdır. Postcards are small pieces of card that people send without an envelope-dur. Burada inside an envelope deyir. Zərfin içərisində deyilir. Orada deyir zərfsiz. Ona görə 1 ilə 4 yanlışdır. False, false. 2-də we can see images of popular buildings, binaların adlarını sayır orada. Yəni famous deyir, popular, famous sinonimdir. Söz ehtiyatınız önəmlidir. Postcards that shows important moments from the past became useful for researchers. Bu da doğrudur. Cavab 2, 3 doğru, 1 və 4 isə yanlışdır. Mətn nə haqqındadır? Bunu siz dinləmədən də yaza bilərdiniz. Çünki baxırsınız postkartlardan, açıqçalardan söhbət gedir, tarix var, olacaq the history and role of postcards. During the early 20th century postcards bunu olduğu kimi dedi. Ona görə biz burada ardını tamamlamaq üçün were collected by many people as souvenirs. Why did people initially like the first postcards? Nəyə görə əsasən ilk postkartları sevirdi? Çünki həm ucuz idi, həm də məktubdan daha sürətli göndərmək olurdu. Ona görə cavab 1-də olur. C variantı. Bu dinləmə sualları. İndi keçirik short textlərə, qısa mətnlərə. 5-ci sualda bizdən nə istəyir? Qısa mətnləri yazmaq çox asandır. Sizə əsas odur ki, fikir verəsiniz, sinonimləri biləsiniz, mətni anlaya biləsiniz və anlamasanız belə oradakı sözlər variantlarda varmı, yoxmu ona da fikir verərək yaza bilərik. Dear students, əziz şagirdlər, next Friday there will be an award ceremony for the winners of the essay contest. Növbəti 5-ci gün təltif mərasimi keçiriləcək. Qaliblər deməli essay yarışmasının qalibləri üçün, təltif olunması üçün tədbir təşkil olunacaq. The time of the event will be announced one day before. Bir gün əvvəl tədbirin vaxtı elan ediləcək. Students who did not take part in the contest don't need to come. Şagirdlər hansı ki yarışda iştirak etməyəcəklər, gəlmələri önəmli deyil. Wearing school uniform is not a requirement. Məktəb forması geyinmək tələb olunmur. Adı deyir, there will be an essay contest next Friday. Növbəti 5-ci gün deyir olacaq, essay yarışması olacaq. Burada essay yarışması olmur, təltif olunacaqlar onlar. The time of the ceremony will be announced on Tuesday. Deyir, 2-ci gün elan olunacaq. Amma burada deyir ki, the time of the event will be announced one day before. Bir gün əvvəl. Əgər 5-ci gün, növbəti 5-ci gün mərasim keçiriləcəksə, bir gün əvvəl neçənci gün eləyir? Thursday, 4-cü gün eləyir. Ona görə B də yanlışdır. It's okay to miss ceremony if you did not join the contest. Əgər yarışmaya qatılmamısınızsa, yəni ki, it's okay to miss the ceremony. Yəni gəlməməyiniz o qədər vacib deyil. Burada da hansı cümləyə uyğundur? Students who didn't take part in the contest don't need to come. Yəni əgər iştirak etməyiblərsə gəlmələri önəmli deyil. Bu da eyni variantdır. Cavab olacaq C-də. All the attendants must wear school uniform deyir. Hər kəs geyinməlidir, yanlışdır. Wearing school uniform is not allowed in a ceremony. İcazə verilmir deyir. Yəni vacib deyildir, tələb olunmur. Qadağan olunub, yəni icazə verilmir deyə bir şey yazılmayıb. Dear customers, əziz müştərilər, next Tuesday everything in our store will be half price. Növbəti 2-ci gün hər şey mağazamızda yarı qiymətində olacaq. At the end of the day there will be a special lottery for our customers. Günün sonunda deməli xüsusi lotereya olacaq müştərilərimiz üçün. You will have a chance to get a car. Maşın udmaq şansınız var. Və note-gate, these offers are not appropriate for online orders. Online sifarişlər üçün münasib deyil, yəni uyğun deyil bu təkliflər. You cannot buy anything from the store online. Ala bilməzsiniz deyir burada heç nə. Ala bilərsiniz. Sadəcə bu təkliflər, yəni maşın udmaq şansı lotereya online üçün deyir. Deyil. Yəni A yanlışdır. Bir də deyir ki, next Tuesday you will have to pay just $50 for $100 product. Növbəti 2-ci gün deyir, siz ödəməlisiniz, yəni $50, $100 məhsul üçün. Elə bu da 100-ün yarısı 50-dir. Birinci cümləmizdə deyir ki, our store will be half price. Yəni yarı qiymətdir. 100-dürsə 50 olacaq. Bunu doğru kimi götürmək olar. B. There's a lottery in the shop next Thursday. 4-cü gün yox, 2-ci gün olacaq. Yanlışdır. Next Tuesday if you order 10 products online, you will only pay for 5 of them. Əgər 10 deyir, məhsul sifariş etsəniz 5-ini ödəyəcəksiniz. Online üçün deyildi bunlar.
You can participate in the lottery even if you have never purchased anything from the store. Əgər heç nə almamısınızsa belə iştirak edə bilərsiniz lotereyada. Bu yanlışdır. Yəni alırsınız yarı qiymətinə, günün sonunda da xüsusi lotereya oyunu olur müştərilər üçün. Cavab burada nə olacaq? B. Əgər 100 manatlıq alış-veriş eləmisinizsə, 50 manat ödəyəcəksiniz. Yəni yarı qiymətinə olacaq deməkdir. Dear Mr. David, I need to inform you that I cannot stay in my job due to health problems. Sağlamlıq problemlərim səbəbilə mən sizi məlumatlandırıram ki, işdə qala bilməyəcəm. Əziz Mr. David, cənab David. It was a pleasure to work with you. Sizinlə işləmək xoş idi. Sincerely Tom, səmimiyyətlə Tom. Burada Tom məlumatlandırır Davidi. Tom informed David that he is joining another company. Digər şirkətə qoşulur. Xeyr, xəstəlik səbəbilə işə getmir. Tom is starting a new job in a medical. Burada tibbdən söhbət getmədi, tibb təşkilatından. Some diseases make Tom leave his job. Bəzi xəstəliklər Tomu məcbur etdi ki, işini tərk etsin. But he will continue to work. Amma davam edir. Xeyr. Tom stops working because his employer is impolite. Tom işləməyi dayandırdı. Çünki deyir, işçi nəzakətsiz idi. Onun işçisi yanlışdı. Tom's illness prevents him from continuing his work. Tomun xəstəliyi onun işində davam etməsinin qarşısını alır. Cavab olur Y variantı. Origami is a traditional Japanese art that uses paper. Bu readingimizdir. Readingi oxuyuruq. Biz sualları oxuyub mətndə də axtara bilərik. Mətni də tərcümə edə bilərik. Mətni tərcümə eləyəcəm sizin üçün ki, mənasını anlayasınız. Asanlıqla sualları mətndə axtarmaq daha rahatdır. Biri skimming üsulu, biri scanning üsulu. Origami ənənəvi Yapon incəsənətdir, hansı ki burada kağızdan istifadə olunur. The word origami means shaping paper in Japanese. Yaponlarda, Yapon dilində mənası, origami sözün mənası kağızı formaya salmaqdır. It started many years ago in Japan. Yaponiyada bir çox illər öncə başlayıb. When paper was expensive and used only for special events. Nə zaman ki, yəni bahalı idi və ancaq xüsusi tədbirlərdə istifadə olunurdu. People made simple shapes from paper to decorate their homes or to give us as presents. İnsanlar sadə formalar düzəldirdilər kağızdan, yəni evlərini bəzəmək üçün və yaxud hədiyyə vermək üçün. Later, sonra origami became more popular. Origami məşhurlaşmağa başladı. People began to make animals, flowers and other objects from one sheet of paper. İnsanlar başladılar deməli heyvanların, güllərin və başqa əşyaların kağızdan formalarını düzəltməyə. The most famous origami figure is the paper bird. İlk deməli ən məşhur origami fiquru kağız quşdur. In Japan, Yaponiyada it is a symbol of peace and good luck. Uğurun və şansın, sülhün daha doğrusu, şansın və sülhün simvolu sayılır. Today origami is enjoyed all over the world. Hal-hazırda bütün dünyada deməli zövq alınır yəni bundan. Origami sənətindən. Many schools use it in art classes to help students be more patient and creative. Bir çox məktəblərdə bunu incəsənət siniflərində və yaxud dərslərində şagirdlərə daha səbirli və daha yaradıcı olmaları üçün istifadə olunur. Some scientists, bəzi alimlər həmçinin origami ideyalarını deməli, some scientists also use origami ideas to make objects that can be easily opened and closed, such as energy panels or medical tools. Tibbi ləvazimatları və yaxud da enerji panelləri kimi şeyləri açıb bağlamaq üçün, asanlıqla açıb bağlamaq üçün deməli bu kimi origami ideyalarından istifadə edirlər əşyalar üçün. So origami shows how an old tradition can still be useful today. Və beləliklə origami göstərir ki, how an old tradition necə də qədimi ənənədir ki, hələ də istifadə oluna bilir. Deməli, mətn haqqında səhv fikri istəyir. The word origami comes from the Japanese language. Yapon dilindən gəlir. Burada elə tutaq ki, mətni oxumamısınız. Origami comes, the word origami sözünü axtarırıq. Burada elə birinci paragrafdadır. The word origami means shaping paper in Japanese. Yəni, Yapon dilində də elə doğrudur. The paper bird is known as a symbol of peace and good luck in Japan. Burada paper bird sözünə baxacağıq və yaxud da good luck. Paper bird ikinci paragrafda olmalıydı.
ən sonuncu, ikinci paragrafın sonuncu cümləsi. In Japan, it's a symbol of peace and good luck. Söhbət paper birddən gedir və bu da doğrudur. In the beginning, paper was cheap and used by everyone for origami. Burada yanlış oxşuyur. Çünki başlanğıcda kağız o qədər ucuz olmayıb. Baha olub və ona görə xüsusi hədiyyələrdə istifadə olunurdu. Yəni xüsusi edən onu buydu. Yəni cavab yanlış budur. Origami can help students to become more patient and creative var idi. Some scientists use origami ideas to create new objects. Yeni əşyaları yaratmaq üçün origami ideyalarından istifadə olunurdu. Bu da doğrudur. Cavab olacaq C variantı. What is the passage mainly about? Mətn haqqındadır. The history of paper in Japan. Art of making shapes from paper. Deməli, kağızdan forma düzəldilən incəsənət növü deyək də. The art of making shapes from kağızdan hazırlanan forma əsərlər incəsənəti deyək. A-da kağızın tarixindən danışmır. C-də məşhur origami fiqurlarından yox, sırf o sənətdən danışır. Making medical tools yox, art class in school. Cavab olacaq the art of making shapes from paper. Söhbət origamidən gedir. C variantı da yazmaq olar bənzədib, amma fiqurlarından söhbət getmir. Onda complete the sentence according to the passage. Mətnə görə cümləni tamamlayırıq. In the past, people used origami to make useful tools for work, show that they were patient, makes their homes look nice, give as gifts. Qədimdə insanlar onu istifadə ediblər hədiyyə kimi, bir də evləri gözəl görünsün deyə. Cavab olacaq 3 ilə 4. Burada olacaq D. Hal-hazırda istifadə edirlər iş üçün alətlər hazırlamağa və yaxud da ki, məktəblərdə səbirli olsun deyə şagirdlər. Deməli, cavabımız oldu 3-4. Gəldik 11-ci suala. Why is origami still considered useful today? Nəyə görə hal-hazırda vacib hesab olunur, hələ də güman edilir origami? Because it's the most popular hobby in the world. Because it's only used for special events in Japan. Because it helps in a field like education and science. Çünki elm və təhsil kimi sahələrdə kömək edir. Cavab olacaq C variantı. 12-ci sual açıq sualdır. Baxaq. Which statements are true according to the passage? Mətnə görə hansı fikir doğrudur? The meaning of the word origami in Japanese is cutting paper. Kağız kəsmək deyil, formaya salmaqdır. Bir yanlışdır. Today the art of origami is only enjoyed by people in Japan. Ancaq Yaponiyada insanlar tərəfindən zövq alınır, yəni yanlışdır. Complex figures like animals can be made from only one sheet of paper. Yalnızca bir deməli vərəqdən istifadə olunur heyvanları düzəltmək üçün. In early days origami paper was not cheap. Bu doğrudur. Yəni ucuz değildi, bahaydı. Complex figures like animals can be made only from. Buna baxaq görə belə eynən deyirmi? Ancaq bir parça kağızdan istifadə olunur. Aha, animals, flowers and other objects from. Baxın burada verilib o deməli. Hardaydı? Baxın. Animals, one sheet of paper. Ona görə bu cavabımız doğrudur. 12-ci sualda cavabımız olur 3 və 4. Doğrunu istəyir. 3 və 4. Gəldik qrammatika suallarına. This exercise is not as. Əgər biz as görürüksə burada adi dərəcə olmalıdır. Adi dərəcəmiz də hansıdır? Difficult. Gəlirik 14-cü suala. 14-cü sualda bizdən nə istəyir? Women's shoes, qadınların ayaqqabıları. Women kökündən dəyişən cəm isimdir. Kökündən dəyişən cəm isimlər apostrof ilə düzəlir. Shoes, qadınların ayaqqabıları doğrudur. Biri götürürük. Foxes dance. Foxes doğrudur. Sona s-lə bitənlər apostrofla düzəlir. Foxes dance doğrudur. Child'ın cəmi children'dir. Ona görə 5 yanlışdır. Cats, tails, pişiklərin quyruqları s qəbuludur. Apostrof s doğrudur. 1 doğru, 2 doğru. Deməli, men kökündən dəyişən cəm isimdir. Men apostrof s olmalıydı. 4 də yanlışdır. Cavab olur 1, 2, 3. A variantı. Gəldik növbəti suala. Is a period of very low rainfall causing damage to crops? Low rainfall. Burada olacaq. Volkan olmaz. Earthquake, zəlzələ. Drought, quraqlıq. Tsunami daha böyük
deyək, dənizin, okeandan gələn dalğalardır, tsunami. Burada isə is a period of very low rainfall causing damage to crops. Az yağış nəticəsində quraqlıq olacaq bu cavab. Very low rainfall causing damage to crops. Məhsullara az yağış yağması səbəbilə zərər vurursa, bu olacaq quraqlıq. Himalayas, əgər dağların sonunda S varsa, Alps, Himalayas, burada the article qoyulur. S-i görürük, üstünlük dərəcədə the highest mountain qoyulur. Qitələrin, materiklərin qarşısına qoyulmur. Cavab olacaq C variantı. 17-ci sualda yelik halı istəyir bizdən. The teacher apostrophe explain the rule again. Burada id var, feildir, sifət də ola bilərdi. Amma baxırıq ki, burada başqa feil yoxdursa, deməli feil rolundadır. Ona görə biz biri götürmürük, yelik hal kimi. The students' marks have improved this term. Şagirdlərin qiymətləri inkişaf edib, yəni artıb. Deməli, S şəkilsi qəbul edərək cəmlənənlərə təkcə apostrof qoyulur. Özündən sonra cəmsim gəlib doğrudur. Cəmsimin də xəbər have-dir, doğrudur. 2-ni götürürük. The city's lights were beautiful at night. City tək isimdir, apostrof ilə düzəlib doğrudur. Özündən sonra cəmsim gəlib, cəm xəbər gəlib doğrudur. 3-ü də götürürük. 2, 3. My brothers always apostrof S-dən sonra isim və yaxud da sifət isim gələr. Always zərfdir, ona görə yanlışdır. The child'ın cəmi children'dır. Olmalıydı children apostrof S və yaxud da child apostrof S. Ona görə bu da yanlışdır. Cavab olur 2, 3, D variantı. She doesn't eat sugar because she is on a diet. Əgər diyetdədirsə, diyet səbəbilə yəqin ki, çox yeməz. İnkar cümlədə işlənməz little much. Olacaq burada sayılmayan isimlə əlotdan sonra isim gəlmir, sayılmayan isimlə mən işlənməz. Cavab olacaq C variantı. Gəldi 19-cu suala. Which word means to make something easier to understand? Bir şeyi anlamaq üçün onu asanlaşdırmaq, onu izah etməkdir. Confuse, çaşbaş olmaq, decide, qərar vermək, hide, gizlətmək, forget isə unutmaq. Keçək 20-ci suala. 20-ci sualda nə istəyir bizdən? Baxaq. Easiest way. Sifət isim gəlib, üstünlük dərəcədədir, the article qoyulur. The easiest way to get to deməli, cinema is by taxi. By'dan sonra nəqliyyat gələrsə, the article qoymayacaq ora və ona görə olacaq. The, Z və tre. Hansı variant oldu? Y variantı. 21-ci sualda the soap taste, biz demişik ki, bəzi feillər var ki, özündən sonra sifət tələb edir. Taste özündən əvvəl cansız gələrsə, cansız. Deməli, burada özündən sonra tələb edir sifət. Canlı gəlsəydi, zərf tələb edərdi. Burada sifət hansıdır? Badly, well zərfdir, deliciously, sweetly zərfdir. Cavab qalır B variantı. The soap tastes delicious today. 22-ci sualda this book is very interesting and I like, özündən sonra isim gəlibsə, burada it-sı istifadə edirik. Birinci hissəsi it olan bu deyil, bu itdir. Qaldıq I və C arasında. Əgər nöqtələrdən sonra article gəlibsə, it apostrof S qoyacaq ora. Cavab olacaq A variantı. Gəldi 23-cü suala. The driver was very careful. Çox diqqətlidir. Burada to be-dən sonra ümumiyyətlə sifət gəlir. Drove isə feildir. Feildən sonra zərf gələcək. Carefully. The driver was very careful. He drove carefully because it was raining. Cavab olur A variantı. Please don't forget to introduce yourselves. 4, 5. Zəhmət olmasa, əgər cümlə əmrlə başlayırsa, don't-la başlayırsa və yaxud da feillə başlayırsa, əmr cümləsidirsə, yourselves. Zəhmət olmasa, yeni sinif yoldaşlarınıza özünüzü təqdim etməyi unutmayın. Choose the words that are close in meaning. Burada yaxın mənaları, yəni sinonimlər istəyir. Honest, dürüst, selfish, axmaq, truthful, dürüst. Cavab olacaq 1, 3. Seriesdə ciddidir. 1 və 3.